Azərbaycan fars dilli ədəbiyyatının klassiki, dünyaca məşhur filosof, Xəmsənin müəllifi Nizami Gəncəvi. Bugün biz böyük şairin adını daşıyan şəhər mərkəzinə yaxın stansiyadayıq. Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. Nizami bütün zamanların şairidir. Onun əsərləri təkcə öz dövründə deyil, bu gün də məşhurdur. 1991-ci ildə UNESCO tərəfindən dünyada, 2021-ci il isə Azərbaycanda Nizami ilə elan edilib. Nizami Gəncəvi 1209-cu ildə Gəncədə vəfat edib. Tanınmış rejissor Eldar Quliyev şairin həyat və yaradıcılığından bəhs edən Nizami filmini çəkib. Filmdə şairi Müslüm Maqamayev canlandırıb. Səninlə bir xoş danışsa əgər, könüldən dinlə ki, bir xeyri dəyər. Bu beytlər Nizaminin dillər əzbəri olan İskəndərnaməsindəndir. Nizami yaradıcılığının məhsulu olan belə beytlər stansiyanın divarlarında çoxdur. Bu da stansiyaya gələnləri maarifləndirməklə yanaşı, həm də zövq oxşuyur. ...31 dekabr 1976-cı ildə istifadəyə verilən stansiyanın açılış mərasimində Ulu Öndər Heydər Əliyev iştirak edib. 2016-cı ildə Nizami bədii tərtibatına ziyan vurulmadan təmir edilir. Stansiyanın bədii tərtibatı onu digərlərindən xüsusilə fərqləndirir. Orta zalda ümumilikdə 18 pano var. Panoların mövzuları Xəmsədən götürülüb. Burada eşqindən divanəyə dönən Məcnun və onun heç vaxt qovuşa bilmədiyi yarı Leylinin təsviri. Burada isə aslanın erkəyi dişisi olmaz sözləri ilə İskəndəri məth edən İskəndərnamədən Nüşabə və İskəndərin söhbəti həkk olunub. Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz. Hər nəfəs çəkdi mədər, getdi o saat sənsiz. Hər gecəm oldu kədər, qüssə... Stansiyaya daxil olan qatarlarda Nizami Gəncəvinin Sənsiz qəzəlinə Üzeyir Hacıbəylinin bəstələdiyi romansdan fraqment səslənir. Bəstəkar bu əsəri yazmağı 2-ci Dünya müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin 7 gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq 7 şeirinə musiqi bəstələməyi düşünürdü. Lakin bəstəkar yalnız 2 romans bəstələyir. Sənsiz və Sevgili Canan. Sənsiz romansının ifaçılarından biri də Bülbüldür. Bülbülün ilk musiqi təhsili Şuşada olur. Adını tarixə opera müğənnisi kimi də yazdıran Bülbül, SSR xalq artisti kimi bir çox mükafatların sahibidir. Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, sən əzizsən mən üçün, mən heçəm afət sənsiz. Sən əzizsən mən üçün, mən heçəm afət. Nizami stansiyasını Şərqin ən gözəl stansiyalarından biri edən də həm orada səslənən musiqi, həm də xüsusi rəng qatan panolardır. Bu panoların memarı Mikail Abdullayevdir. SSR xalq rəssamı adına layiq görülən memar 19 dekabr 1921-ci ildə Bakıda doğulub. O, 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə isə Surikov adına Moskva Dövlət Rəssamlıq Məktəbini bitirib. Mikail Abdullayev xatirələrində yazır ki, əvvəlcə onlar stansiyanın baş divarına, yəni həmin bu yerə qədim Gəncəni xatırladacaq bir təsvir hazırlamaq istəyirlər. Amma bu digər panolarla məzmunca uyğun gəlmir.
Ona görə də onlar Nizami Gəncəvinin portretini yaratmaq qərarı verirlər. Əziz Bakılılar və şəhərimizin qonaqları, bu həftə sizə Nizami stansiyasından xəbər verdik. Bir maraqlı məqam da odur ki, stansiyanın arxasında Sultanbəy məscidi yerləşir. Xüsusən vurğulayım ki, Bakı metrosu müsəlman şərqində ilk yeraltı şəhər dəmir yolu nəqliyyatı kimi də tarixə düşüb. Bugünkü buraxılışımızdan bu qədər. Növbəti həftədə, növbəti stansiyada görüşərik. Hələlik.